Rafizilər kimi hər dəfə deyirəm, necə İbn Teymiyyə deyir. Yer üzündə yalancı ikinci tayfa yoxdur. Böyük İslam alimi olan Şeyxülislam İbn Teymiyyə də səhv axtarır, tapmağa çalışır. Halbuki həmin alimə Mizzidir, böyük əhl-sünnə alimləri Mizzi, İbn Həcər və digərləri Şeyxülislam adı veriblər. İbn Həcər rahimehullah deyir ki, Buxarını şərh edən İbn Həcər deyir, həqiqətən də İbn Teymiyyə haqq olaraq Şeyxülislamdır, İslamın şeyxidir. 700 ildir, 700 ildən çoxdur. Heç bir şiə alimi və ya alimləri yığışıb onu Minhecü's Sünnə kitabına cavab yaza bilməyiblər. Niyə görə? Çünki cavab vermək qüdrətində deyirlər, səviyyəsində deyirlər. Siz ona cavab verə bilməzsiniz. Çünki elə mükəmməl rədd edib ki, siz ona cavab verə bilməzsiniz. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daim ala a'daihim ecma'in. Deməli, debat fərarisi Vəhabi iştahla deyir ki, İbn Teymiyyə haqqında Şeyxul Kəzib, yəni yalancı şeyx, yalan şeyxi olan İbn Teymiyyə haqqında İbn Həcər Əl-Əsqəlani, Əhl-i-Sünnə alimi, Sahih Buxariyə şərh yazan bir şəxs, hansı ki Fəthül Bəri kitabını yazıb, deyir İbn Həcər Əsqəlani İbn Teymiyyə haqqında deyir ki, bu doğrudan da İslamın şeyxidir. İndi mən bu debat fərarisinə, suallarımızdan və bəhslərimizdən qaçan bu fərariyə həmin İbn Həcər Əl-Əsqəlaninin kitabından bir söz oxuyuram. Əd-Durarul Kəminə fi A'yanil Mi'ətiz Zəminə adlı bir kitabı var. İbn Həcər Əsqəlaninin birinci ildə müraciət edirik. Darul Kutub-el İlmiyyə tərəfindən çap olunan nüsxə səhifə 93. İbn Həcər deyir ki, وَافْتَرَقَ النَّاسُ فِيهِ شِيَعًا İbn Teymiyyə haqqında deyir ki, insanlar onun haqqında bir neçə dəstəyə bölündülər. فَمِنْهُمْ مَنْ نَسَبَهُ إِلَى التَّجْسِيمِ Onlardan bəzisi İbn Teymiyyəni mücəssimə hesab elədi. Allaha cisim nisbət verən şəxs hesab etdilər. وَمِنْهُمْ مَنْ يَنْسِبُهُ إِلَى الزَّنْدَقَ Bəziləri onu zındıqlığa nisbət verdilər. Dedilər, bu adam zındıqdır. وَمِنْهُمْ مَنْ يَنْسِبُهُ إِلَى النِّفَاقِ Bəziləri onu münafiqliyə nisbət verdilər. Dedilər, İbn Teymiyyə münafiqdir. Niyə? لِقَوْلِهِ فِي عَلِيٍّ aleyhisselam İmam Əlinin aleyhisselam haqqında bir sözünə görə mə təqəddəmə o söz ki, keçdik onun haqqında danışdıq və liqavlihi və onun bu sözünə görə İmam aleyhisselam haqqında belə söz dediyinə görə hansı söz bu söz? İnnehu kənə məxzulan heythu mə təvəccəhə İmam aleyhisselam hara getdi, hara üst tutdusa məxzul oldu, tərk edildi, heç kim ona kömək etmədi. Və innehu havləl xilafətə miraran fələm yənəlhə Dəfələrlə xilafətə can atdı, amma nail olmadı. La ilahe illallah. Yəni İbn Teymiyyə deyir ki, İmam Əli əleyhissalam dəfələrlə Əbu Bəkir Ömərin Osman dövründə xilafətə can atırdı. Başqa vaxt deyirlər, böyət eləmişlər Əbu Bəkir Ömər Osmana. Deməli, dünyapərəst hesab edir İmam Əli əleyhissalam. Və innəmə qatələ lirriəsəti lə liddiyanə Deyir ki, o, rəhbərliyə çatmaq üçün vuruşdu. Cəməldə, Siffeyndə ona qarşı qiyam qaldıranlarla buna görə vuruşdu. Lə liddiyanəti, dinə görə yox. La ilahe illallah. Yəni dünyapərəst bir adam idi. Nəstəcürü billah. Və liqavlihi və İbn Teymiyyənin bu sözünə görə onun münafiqliyə nisbət verdilər. Hansı söz? İnnehu kənə yuhibbu riəsətə. İmam əleyhissalam riyasəti sevirdi, rəhbərliyi sevirdi, dini sevmirdi. Və ənə Uthmanə kənə yuhibbul mal. Osman da malı, mülkü sevirdi. Baxın, sual. Əgər İbn Həcər Əsqəlani doğru deyirsə, bu iki şeydən xaric deyil. Ya İbn Teymiyyənin İmam əleyhissalam haqqında dedikləri bu sözlər yalandır, deməli Şeyxul Kəzibdir. İbn Teymiyyə yalancıdır. Yox, əgər doğrudursa, deməli İmam əleyhissalam nəuzubillah dünyapərəst adamdır. Vuruşmağa nə üçün olub? Din üçün olmayıb, dünya üçün olub, xilafətə can atan bir adam olub. Bu da sahabə haqqında nədir? Sahabənin eybləndirməkdir. Sahabə haqqında təəndir. Sahabəni təən eləyən şəxs də nədir? Deyirlər, zindiqdir, sahabə edir uzadan şəxs. Deməli, İbn Teymiyyə nədir? Zindiqdir. Deməli, ya İbn Teymiyyə düz demir, yalancıdır, ya da düz deyir İmam əleyhissalam dünyapərəst idi. Xəlifəviz dünyapərəstdir, əhl-i beyt hesab etdiyiniz şəxs dünyapərəstdir. Debat fərarisi buna cavab versin. Ya da deməlidir ki, o İbn Həcər yalan deyir. Belə olan halda da İbn Teymiyyənin yalancı olmasından əlavə həm də bilinir ki, digər əhl-i-sünnə alimi olan İbn Həcər Əsqəlani də demə yalancıdan biriymiş. Qoyduq bunu debat fərarisinin qabağına, həmçinin İbn Teymiyyəni öyən digər o biri fərarin qabağına, buyurun buna cavab verin. Velhamdülillahi Rabbil alemin
ve sallallahu ala Muhammedin ve alihi tahirin.